Bismillahirrahmanirrahim. Bu dəfəki səfərimiz Məkkə, müsəlmanların qibləsi Kəbə. Uzaqdan əzəmətli, yaxından isə çox mehriban. Əzəmət və mehribanlığı ilə seçilən Kəbənin bizə ötürdüyü mesaj bəs nədən ibarətdir? İnsanları öz ətrafına cəlb edib dövrə vurdurmaqdakı əsas hədəfi nədir? Bəli, Kəbə bir düzgündür. Buna baxan özünü tapar. Amma əfsuslar olsun ki, şeytan bir çox insanların başını ayinlərin zahiri və dünya ehtiyaclarına qatmaqla kimliklərindən qafil etdi. Buna görə də insan nə özünü gördü, nə də özünü tanıya bildi. Bu səbəbə Rəbbinin kimliyini tanımaqda aciz qaldı. Bir çox hallarda nəfsi ona rəblik etdi. Eynən Məkkə müşrikləri kimi. Onlar da İslamdan əvvəl Kəbəni təvaf edir, dualar edib ayinlər icra edirdilər. İslamdan sonra isə İslamdan əvvəlin fərqi sanki zahirdədir. Məkkə müşrikləri Kəbəni lüt təvaf edir, öz ilahlarını çağırırdılar. Müsəlmanlar isə ehram adlı geyim geyinərək tək olan Allahı xatırlayıb dualar edirdilər. Gəlin, daxili olaq batini aləmə. Batini aləmə diqqətlə nəzər etdikdə Məkkə müşriklərinə bənzər nişanələrini də görmək olar. Axı şirkin təkcə zahiri əlamətləri olmur. Şirkin həmçinin batini əlamətləri də mövcuddur. Əbəs yerə Allah Rəsulu gecə qaranlıqda qayanın üzərində gəzən qarışqa kimi ümmətimin qəlbində gəzən şirkdən qorxuram buyurmayın. Bu səbəbə ilahi elçilər bizləri şirk bataqlığından nicat verməsindən ötəri göndərildi. Bu missiyanın ən əsas hədəfi zahiri şirkidir. Ən çətin proses isə batini şirkdən amanda olmaqdır ki, bu vəzifənin öhdəçiliyi imamların üzərinə düşmüşdür. Misal üçün İmam Hüseyin əleyhissalam o Mədnədə Məkkəyə vacib həcc zamanı həcc ayinlərini icra edən zəvvarların yanına gəlir, Kəbə güzgüsündə özlərini görə bilməyən müsəlmanlara özlərinin kimliyini göstərməyə, əsl kimliklərini tanımağa üçün şərait yaradır. Canlı Kəbə, danışan Kəbə. Daxili aləmlərindəki bütləri sındırmağın yolunu onlara təqdim etməklə istiqamətini Küfə tərəfə yönəldir. Axı Allahın Rəsulu mömin Kəbədən də üstündür buyurur. Az bir qism insan həqiqət qibləsinin, həqiqət Kəbəsinin arxasıca gedir. Gedən kəslər Kəbə güzgüsündə özlərini görən, tanıyan, tapan şəxslədir. Onlar Kəbə güzgüsünə baxmaqla Rəbbin kim olduğundan agah olan kəslər idi. Bu səbəbə üzərlərində olan öhdəçiliyi, Rəbbin onlardan istədiyi əməli, Rəbbin onları görmək istədikləri məkana üst tutdular. Onlar qurbanı Kəbədə deyil, Kərbəla çöllüyündə özlərini qurban etdilər. Bu Kəbə güzgüsündə görsənən ilahi eşqin nəticəsi idi. Bu səbəbə bu karvan eşq karvanı adlandırıldı. Kərbəlada eşqin qibləsi, bu hadisələrin əsas qayəsi yer üzündə mövcud olan ilahi höccətin, ilahi missiyanın bərpası insanların özlərini tapmaları üçündür. İlahi hakimiyyətin yer üzündə qurulmasından ötürü dünyanın dörd tərəfindən axşan insanlar Kəbədə özlərini tapmalı, İmam Mehdinin eşq karvanına qoşulmalı. Allah hər birimizi bu karvana qoşulanlardan qərar versin. Amin.